Vaxtınız xeyir olsun əzizləyicilər. Bu günləri badımcan rulet düzəldəcəyik, yəni soyursuz. Doğruyorsunuz, səliqəli. Qalın çıxmamaq şərtlə bükəndə, yəni bir yaxşı bükülsün. Həm də necə deyim, partlamasın. Bunu indi qızarmaz. Hamısını yəni mən sizə kim istəsə evdə yəni tavanın içində də qızarda bilər, amma mən işdə olduğuma görə belə edirəm. Bunun içinə lavqə olaraq nə gedəcək? Mən bunu tamam başqa ölçü eləyirəm. Mən bunu pendirlə eləyirəm. Bildiyimiz mozzarella pendir, sarımsaq, kiçik, şüyüt və qoz. Gözünə daha tutdik. Keçdəndən sonra daha eləyirik bunu. Ondan sonra, sarımsaqdan sonra şüyüt əlavə edirik. Qozu blenderdən keçdəndən sonra əlavə edirik. Gördüğünüz gibi böyle değil mi? Kaşık döküp kaşığı. Kaşığı kokuca üzerine dökeceğiz. Gördüğünüz gibi böyle yapımını göstereyim. Bu badımcanları bu qaydada kızarttık. Bakın gelebilirsiniz. İster gördüğünüz gibi bu qaydada hamısını koyduk içlerine ve bükürük. Bakın bizi səliqəli və çox gözəl və çox dadlı çıxır. Bu bunun bir növüdür və mən sizə indi ikinci növünü göstərəcəm. Bu daha çox dadlı olur. Yenə üstünə oturturuq. Bu qaydada və dadlı olaraq bir dəfə üstünə bu da badımcan ruletimizin ikinci müsaadəsi.